Aprelin 2-də Ermənistanda parlament seçkisi keçirilir. Seçkidə 9 siyasi qüvvə, 5 partiya və 4 blok mübarizə aparır. Rəsmi məlumatlara görə ölkədə 2.564.000-dən çox seçici qeydiyyatdan keçib. Bu seçki ilə Ermənistan parlament idarəçiliyinə keçir. Bundan əvvəl ölkə konstitusiyasına edilən düzəlişlərdə prezidentin səlahiyyətlərinin azaldılması və ölkənin parlament üsul idarəsinə keçməsi nəzərdə tutulur. Amma rəy soruşulanların çoxu bu seçkidən elə də böyük dəyişiklik gözləmədiklərini deyirlər. Narina Dilbaryan deyir ki, təəssüf ki, 2 aprel seçkilərinə çox bədmin yanaşır. Elə bir dəyişiklik gözləmir. Hətta seçkinin demokratik keçəcəyinə belə inanmır. Deyir ki, seçki qabağı təbliğat kampaniyası göstərdi ki, hakimiyyət yenə öz resurslarını bərpa etmək istəyir və yenə ölkədə heç nə baş verməyəcək. Arsen Melikyan adlı Yerevan sakini də eyni cür düşünür. Elə bir xüsusi şey gözləmirəm. Çünki seçki qabağı kampaniyalarda iştirak edən insanlar artıq özlərini elə göstəriblər ki, onlardan hansısa böyük bir şey və ya dəyişiklik gözləmək lazım deyil. Amma seçkilərə ümidlə yanaşanlar da var. Sadəcə inanıram ki, parlamentə daha peşəkar və savadlı insanlar toplaşacaq və xalqın bütün gözləntilərinə cavab verən daha peşəkar hökumət yaradacaqlar. ATƏT-in müşahidəçi missiyası da daxil olmaqla seçkini 49 yerli təşkilatdan 28.000-dən, 6 beynəlxalq qurumdan isə 640-dan çox müşahidəçi izləyir.